Mən düşünürəm ki, bu günlərim Azərbaycanda təhsil sistemimizdəki ən böyük problemlərdən biri müəllimlərin hörmətidir. Bu günlərim Yaponiyada, Koreyada təhsil çox inkişaf edir. Bunun ən böyük səbəblərindən biri də nədir? Odur ki, orada müəllimlər həqiqətən cəmiyyətdə hörmətli və nüfuzlu insanlardır. Bu günlərim təkcə əmək haqqı məsələsində yox, hörmət mənasında cəmiyyətimizdə nüfuzlu olmaq üçün insan sosial olaraq, psixoloji olaraq, emosional olaraq nüfuzlu olmaq istəyir. Bu günlərim gəlin baxaq polisin əmək haqqısına. Sıravi bir polisin əmək haqqısı və iş saatı və sıravi bir müəllimin əmək haqqısı və iş saatına baxsaq, əmək haqqıları təxminən bir-birinə yaxındır, amma müəllimin iş saatı ondan daha azdır və eyni zamanda müəyyən çətinliyi də polislərin çətinliyi, işlərinin çətinliyi daha çoxdur. Bəzən həyatlarını risk altına qoyurlar, cinayətkarları araşdırırlar, daha streslidir və s. Amma bu gün hər kəs polis olmaq istəyir. Baxmayaraq ki, polisin iş saatı daha çoxdur, stresi, gərginliyi daha çoxdur, əmək haqqısı müəllimlərin əmək haqqısına nisbətən bir-birinə yaxındır, iş saatı müəllimlərin iş saatından daha çoxdur. Niyə görə? Çünki polisin cəmiyyətdə nüfuzu var. Polisin cəmiyyətdə hörməti var. Müəllimlərindən isə bağlı sualınıza cavab olaraq deyirəm ki, müəllimlərin isə bu günlərin cəmiyyətdə nüfuzu və hörməti onların əziyyəti və əməyin nisbətində deyil. Ona görə bizim etməli olduğumuz şeylərdən biri də müəllimin hörmətini artırmaqdır və əmin ola bilərik ki, müəllimlərin hörməti heç də onların əmək haqqısına uyğun deyil. Siz də yəqin ki, bilirsiniz, valideynlərinizdən də eşitmişsiniz. Bizim valideynlərimiz həmişə deyir ki, biz bilmirdik ki, görən müəllim yemək yeyir, yoxsa yox. Mən müəllimin evli olduğunu eşidəndə şok keçirmişdim. Yəni görürsünüz, müəllim nə qədər hörmətli bir məsələ idi. Amma bu gündən biz nəyi müzakirə edirik? Bizim müzakirə edədiyimiz mövzu odur ki, uşaqla müəllim bərabər hüquqludurmu? Amma hansı ki, bizim valideynlərimiz deyirdi ki, mənim valideynim şəxsən deyirdi ki, əti də səndir, sümüyü də səndir. Və mənim qabağıma başqa bir variant qalmırdı və müəllim mən keçdiyi dərs sistemini öyrənmək məcburiyyətini özümü hiss edirdim. Yəni, biz bu suala cavab verməliyik. Müəllimlə uşaq bərabər hüquqludurmu? Yəni, bu sualın cavabını tapa bilsək, təhsil sistemimizdə bir 50% məsələləri həll edə bilərik.